Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, günlərin seyyidi cümə günündə, ayların sultanı Ramazan ayında, məkanların alisi Allah evində əvvəla özümü və siz əzizləri ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Müqəddəs Ramazan ayını yaşayırıq və bu ayın çox hissəsini geridə qoyduq. İlahi rəhmət, məğfirət ayı yavaş-yavaş əlimizdən gedir. Xoş o insanların alına ki, bu aydan istifadə edə bildilər. Xoş o insanların alına ki, bu ayda bağışlanmağı bacardılar. Xoş o insanların halına ki, ilahi rəhməti öz həyatlarında hiss edib, duyub, yaşamağı bacardılar. Və bu ayın təbii ki, ən əzəmətli gecəsi də Qədir gecəsidir və Qədir gecəsinə bir neçə gün ehtimal var tarixdə ki, bildiyiniz kimi Qədir gecəsi dəqiq bilinməyən bir gecədir. Onu son 10 günlüyün gecələrində axtarın deyə hədislərimiz var və əziz Peyğəmbərimiz də rəvayətlərdə var ki, Ramazan ayının son 10 günlüyü öz yatağını yığışdırardı, yəni gecələri yatmazdı, yalnız ibadətlə, itaətlə məşğul olardı. Allaha şükürlər olsun ki, məscidimizdə də axşamlar məclislər olur Qədir gecələri ilə əlaqədar. Mən çox yormaq istəmirəm, çünki bu gecədə möminlər oyaq olublar, məsciddə, ibadətdə, itaətdə olublar. Yenə də axşam məclis olacaq, məsciddə olacaqlar. O yüzden bu günün şəhidinin barəsində mən istəyirəm danışım. Ramazan ayı və Qədir gecəsi ki, ayların ən üstünüdür və gecələrin ən üstünüdür Qədir gecəsi. Belə bir gündə Allahın hüccəti Peyğəmbərimizin özündən sonra təyin elədiyi canişini Həzrət Əmir-ül-Müminin Əli ibn Əbi Talib əleyhissalamın şəhadət günlərini həm də yaşayırıq. O Həzrət Ramazan ayının 19-unda məsciddə, mehrabda, namaz halında dünyanın gəlmiş, keçmiş ən bədbəxt bir şəxsi tərəfindən, İbn-i Mülzəm tərəfindən Həzrət zərbətlənmişdi və Ramazan ayının 21-də o Həzrət şəhadətə yetişmişdi. Yəni bugünkü gündə. O Həzrətin qatili ki, İbn-i Mülzəmdir. Həzrət Peyğəmbərimiz onun barəsində buyurdular Xutbə-i Şəbaniyyədə ki, ya Əli, dünyanın gəlmiş, keçmiş ən bədbəxt insanı Salihin dəvəsini öldürən insandır. Dünyada ən bədbəxt insan odur. Allah bir dənə möcüzə yaratmışdı, o gəldi Allah möcüzəsini öldürdü. Və deyir, dünyanın gəlmiş, keçmiş ən bədbəxt insanıdır, ən pis insanıdır. Ardıc Həzrət buyurdu ki, lakin ya Əli, sənin qatilin ondan da pisdir və ondan da bədbəxtdir. Yəni, İbn-i Mülzəm kimi bədbəxt, İbn-i Mülzəm qədər murdar, İbn-i Mülzəm qədər şərəfsiz dünyaya gəlməyib. Çünki o Allahın ən böyük möcüzəsini öldürdü. O Allahın hüccətini öldürdü. O Allahın vəsisini öldürdü. Və hansı vəsi ki, müsəlmanlar onun təəssüflər olsun ki, paxıllıqdan, təəssübkeşlikdən haqqın, həqiqətin danışmadılar, çatdırmadılar, gizlətmədilər. Bunu hətta xristiyan alimlər yazır. Hətta qeyri-müsəlman alimlər yazır ki, Əli ibn Əbi Talibin düşmənlər paxıllıqdan, dostlar qorxudan fəzilətlərini dilə gətirə bilmədilər. Düşmənlər kin üzündən idi, küdurət üzündən idi. Dəyərli insanı həzm edə bilməmək
problemi var idi və bu daim insanlarda olub. Və dostları da qorxusundan, çünki daim dostları təqib altında olub. Həzrət Əmr əleyhissalamın zamanından bu günümüzə qədər Əli ibn Əbi Talib əleyhissalamın dostları onun vilayətini qəbul edib, onun yolunu gedən insanlar daim təqib olunub, daim terror olunub, bu gün də belədir. Dünyanın hər yerinə baxsınız, dünyanın hansı məntəqəsinə baxsınız, insanlar, günahsız insanlar öldürülür, körpələr öldürülür, qadınlar öldürülür. Yeganə günahları Əliyyən Vəliyullah deməkləridir. Bu dünyanın ədalətsizliyidir. Və Həzrət Əli ibn Əbi Talib əleyhissalamı bu qədər məhdudiyyətlərin içində düşünün, uzun illər Muaviyyə dönəmində, Yezid dönəmində, Əməvilər dönəmində Həzrət Əli əleyhissalamın nəinki fəzilətlərindən danışmaq olardı ya, əzizlərim, minbərlərdən o şəxsiyyətə lənət oxutdurulurdu. Bax, cümə namazı gəlib durub, cümə namazı qılan insan vacib idi ona. Çünki Əməvilərin qoyduğu qayda qanunlar buydu. Ona vacib idi ki, cümə namazında biz necə bəzi sözlər var ki, onu deməliyik cümə namazında. Məsələn, usikum və nəfsil təqvallah. Özümü sizləri ilahi təqvaya dəvət edirəm. O dövrün qaydası buydu. Minbərə çıxan cümə xutbəsində Əli ibn Əbi Talib əleyhissalama lənət deməli idi. Belə bir zamanın süzgəcindən gəlib keçmiş, onun fəzilətlərini yandırdılar, təksib elədilər, öz şəxsiyyətini hər cür böhtanların altında qoydular. Hələ bu qədər dünya o şəxsiyyətin fəzilətlərini tanıyır və bilir. İndi təsəvvür eləyin, bu maniyələr olmasaydı insanlar onu necə tanıyardı? Həzrət Peyğəmbər Əkrəm buyurur, ya Əli, sənin barəndə İsa'nın başına gələcəklərdən qorxmasaydım, sənin fəzilətlərini mən insanlara danışardım. Yəni, necə Həzrət İsa'nın fəzilətlərini insanlar gördülər, çaşbaş oldular, dərk eləyə bilmədilər ki, bu insan ölünü dirildir, bu çora şəfa verir, bu cüzam xəstəsinə şəfa verir, bu atasız dünyaya gəlib bir möcüzədir. Bunu dərk eləyə bilmədilər, Həzrət İsa'nın barəsində Allahlıq iddiasına düşdü bəziləri və kafir oldular. Peyğəmbər Əkrəm buyurdu ki, yəni, sənin də fəzilətləri danışmağa, deməyə mən ehtiyat edirəm. İnsanlar düşünə bilməz, həzm eləyə bilməz, azadlar və oldu da. Ondan sonra quluv əhli oldu. Dindən çıxdılar, Həzrəti Əli Allahlılar çıxdılar. Allah məqamında bilənlər çıxdılar. Ki, Həzrət Əli ibn Əbi Talib əleyhissalam özü onlara qarşı çıxdı, özü onlarla müharibə elədi, mübarizə elədi və onların islah olmayanlarını qətl elədi. Bugün bəzilərdir ki, məsələn, Əli əleyhissalamın fəzilətlərindən çox danışılır, bu cür olunur. Əli ibn Əbi Talibin fəzilətləri heç danışılmayıb. Bəşər bugün onun fəzilətlərindən bir xəbərdir. Və özü o şəxsiyyətdir ki, onun barəsində artıq düşüncədə olanları özü qətl edirdi. Bugün bəzilərdir ki, məsələn, onu əznəzubillah, estağfurullah, haşa Peyğəmbərdən üstün bilirsiniz, ya Allahlaşdırırsınız. Bu şəxsiyyət özü bundan mübarizə aparıb, bunun davamçılara necə bu iddiada ola bilərlər? Bizim əqidəmiz, düşüncəmiz budur ki, bəşərdə Həzrət Peyğəmbərdən üstün bir şəxsiyyət yoxdur. Bəşərdə Həzrət Peyğəmbərin də Əli ibn Əbi Talibdən yetişdirdiyi üstün bir şəxsiyyət yoxdur. Bax, bizim əqidəmiz bu da açıq. Ondan üstün bir şəxsiyyət Peyğəmbər yetişdirməyib. Bütün ömrünü qoydu, bütün gücünü qoydu, Əli ibn Əbi Talibi yetişdirdi cəmiyyət üçün, İslam ümməti üçün özündən sonra. Və belə bir şəxsiyyəti müsəlmanlar qədrin bilmədi. Müsəlmanlar mehrabda, namaz halında o şəxsiyyəti şəhid elədilər. Bu günləri insanlara deyəndə ki, Allahın bəsirət, düşüncə müsəlmanlara vacib qıldığı ən böyük neymətdir. Namazımızdan ötədir, zikrimizdən öncədir, ibadətimizdən öncədir. Bəzilər fikirləşir ki, bunun əhəmiyyəti nədir görəsən? Əzizlərim, əhəmiyyəti budur. Müsəlmanların düşüncəsi olmayanda Allahın hüccətini, Allahın onlar üçün göndərdiyi elçini, Allah nəbilərini, Allah vəsilərini qətl edirlər.
Müsəlmandırlar, ibadət əhlidirlər və zikr əhlidirlər. Və İbn-i Mülcəm onlardan ən barizidir. İbadəti var idi. İbadətdə idi, amma bədbəxtçiliyi bunda idi ki, haqla nahaqqa ayıra bilmirdi. Düzlə səhvi görə bilmirdi. Və İbn-i Mülcəm xəvaric düşüncəsi bugün bəşərdə yenə də davam edir. İbn-i Mülcəm düşüncəsində olan insanları günahsız yerə dünyanın hər yerində qətl edirlər. Niyə? Adı Əlidir. Əliyyəm Vəliyullah deyir. Hansı İslamdır bu? Allah şahid olsun bu günlərə. Onlar xəcalət çəkmir özlərinə müsəlman deməklə. Hansı İslamdır bu? Məyər bizim Peyğəmbərimizin gətirdiyi din, şəriətdə hətta qeyri-müsəlmanı öldürməyə icazə verilib, bütpərəsti öldürməyə icazə verilib, müşriki öldürməyə icazə verilib. Düz sənlə döyüşməyəndən sənin döyüşmək haqqın yoxdur. Din bizə bunu əmr eləyib. Sən döyüşə bilmərsən deyir. Bugün məzlum, günahsız insanlar niyə? Məsələn, öldürülməlidir. Və bugün o şəxsiyyətin şəhadət günlərini biz yaşayırıq ki, o şəxsiyyət barəsində bir dənə hədisi qudsidir. Allah mütalın öz kəramıdır. Ləv içtəməyən nasa bi vilayət Əli ibn Əbi Talib əleyhissalam ləma xələqdun nar. Əgər dünya əhli Əli ibn Əbi Talib əleyhissalamın haqqını dərk eləyə bilsəydilər, o şəxsiyyətin ətrafında cəm ola bilsəydilər, Allah mütal buyurur, mən cəhənnəm ateşini yaratmağa ehtiyac bilməzdim. Ehtiyac qalmazdı cəhənnəm ateşini yaradım. Çünki insanlar haqq yolunda olardılar, haqqın yolu ilə gedərdilər. Ona görə də bu günlər o Həzrətin şəhadət günləri və Qədr günləri müqəddəs Ramazan ayına təsadüf edir. Bu günlər bütün dünya müsəlmanları üçün. Çünki Əli ibn Əbi Talib əleyhissalam bütün dünya müsəlmanlarının vəhdət, ortaq dəyəridir. Bütün dünya müsəlmanlarının. Bütün məzhəblərin dəyəridir. Onu sevən Peyğəmbərimiz buyurdu ki, məni sevib. Onunla düşmənçilik eləyən mənlə düşmənçilik edib. Və məşhur hədisdir, əziz Peyğəmbərimiz buyurur, bütün məzhəb kitablarında keçər ki, ya Əli, ancaq mömin səndən dostluq eləyər, yalnız münafiq səndən düşmənlik eləyər. Bugün dünyanın hər harasında, əgər kimisə görürsünüz ki, Həzrət Əli ibn Əbi Talib əleyhissalamla düşmənçiliyi var, birbaşa və yaxud dolayısı yolla heç bir fərq eləmir. Bilin ki, o Peyğəmbərimizin ümumi qoyduğu qaydaya əsasən münafiqdir. Bugün bəziləri ola bilər aşkar deyə bilmir ki, mən Əli ibn Əbi Talibi sevmirəm. Bəziləri bu cürdür. Çünki böyük dəyərə qarşı çıxmaq asan iş deyil. Dolayısıyla amma elə böhtanlar gətirirlər o Həzrətin barəsində, elə iyrənc sözlər gətirirlər onun barəsində ki, vaxtımız buna bizim yetmir. Peyğəmbərimiz Həzrət Əli əleyhissalam barəsində deyib ki, xanım Zəhra salamullah əleyhanın barəsində deyib ki, hər kim xanım Zəhranı incitsə, məni incidib, məni incidən Peyğəmbər incidib. Allah incidmiş kimidir. Görün, nə qədər içlərində xislətləri murdar insanlar var. Bugün qalxıb deyirlər ki, Həzrət Əli xanım Fatimədən başqa arvad almaq istəyirdi. Peyğəmbər bu sözü ona görə ki, qızım Fatiməni incitmək olmaz. Nə qədər insan şərəfsiz alsaq olmalıdır. Bu sözlərlə gəlib zehinlərdə bulanlıq yaratsın. Adama deyərlər ki, Allah ikinci zövcə almağa icazə verib şəriətdə. Biz iki evliliyin tərəfdarı deyirik, amma Allah icazə verib. Peyğəmbər ikinci xanımı alıb. Bəs Peyğəmbər ədalətin nümunəsidir. İkinci xanımı alan Peyğəmbər necə öz qızının, ərinin ikinci xanımı almağına hədis gətirib ondan bundan çəkindirərdi? Nə qədər murdar düşüncədəsən sən və bilirsən ki, hər dəfə çıxıb deyəndə ki, biz Əhl-i Beyti sevirik, biz də deyəndə ki, siz yalan deyirsiniz, Əhl-i Beyti sevən Əhl-i Beytə bu cür şər böhtanlar yağdırmaz. Allahdan arzu edirik, Allahdan təmanna edirik ki, Əli ibn Əbi Talib əleyhissalamın haqqın bəşərə öz balası İmam-ı Zamanın gəlişi ilə tanıtdırsın. O Həzrətin dünya ziyarətini, baş şəfaətin bizlərə nəsib eləsin inşallah.